gözünden bir haber. Gafil oyan, gafil oyan, gafil oyan. Firudin bəy Köçərli Azərbaycan ədəbiyyatı tarixi materiallar kitabında maraqlı bir hadisə nəql edir. Hadisənin qısaca məzmunu belədir. Şuşa şəhərində bir Kərbəlayı Qulu Xarrat yaşayırdı. Onun əsas peşəsi dülgərlik idi. Yusif təxəllüsü ilə gözəl şeirlər yazırdı. Kərbəlayı Qulu Xarrat musiqi elmindən də xəbərdar idi. Hətta Qarabağın məşhur xanəndələri Hacı Hüseyn, Məşədi İsa, Əbdülbaqi və başqaları onun yetirmələri idi. Belə rəvayət olunur ki, bir gün Kərbəlayı Qulu Xarrat iş üçün Tiflisə getməli olur və orada öz tələbələrindən olan Əbdülbaqidən hörmətsizlik görür. Bunun səbəbini soruşduqda isə Əbdülbaqi sərt şəkildə cavab verir. Mənim oturub durduğum adamlar Tiflisin aliqədir adamlarıdır. Səninlə mənim nə işim ola bilər? Kərbəlayı Qulu Xarrat isə cavabında belə deyir. Sən öz səsinlə məğrurlanıb ustadına əyri baxırsan. Amma unutma ki, mənim əlimdəki sənətim məni heç vaxt sənə möhtac eləməz. Bu hadisədən sonra Kərbəlayı Xarrat Qulu zərif bir qəlyan düzəldir və üzərinə müəllifi məlum olmayan bu beyti yazır, o dövrün gürcü knyazı olan Veliki Mixail Nikolayeviçə göndərir. Çub-ı zəif ra əgərəş tərbiyyət dəhi, zayi rəsəd ki, busəgəhi xosrovan bobəd. Zərif bir taxtaya tərbiyyət versən, yəni onu yonub cilalasan, bir yerə çatar ki, şahların öpüş yeri olar. Kərbəlayı Xarrat Qulunun bu zərif işi knyaza xoş gəlir və ona çoxlu hədiyyələr verir. Əbdülbaqi isə öz işindən xəcalət çəkir. Gafil oyan.